Salam, gəlin bugün çox ciddi bir məsələdən danışaq. Məktəblərimizdə yaşanan, amma çox vaxt gizli qalan bullying problemindən. Bu mövzunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hazırladığı yeni hesabatın işığında təhlil edəcəyik. Təsəvvür edin, bir çox gənc üçün məktəb təhlükəsiz bir öyrənmə məkanı yox, gündəlik bir narahatlıq və tənhalıq mənbəyidir. Bu, acı reallıqdır. Aparılan bir araşdırma isə vəziyyətin nə qədər ciddi olduğunu rəqəmlərlə ortaya qoyur. Baxın, paytaxtda hər 5 uşaqdan biri bullyinglə üzləşdiyini deyir. Bu sadəcə statistika deyil. Amma bilirsiniz, bu 21% əslində icebergin sadəcə görünən tərəfidir. Problem daha dərindir və uşaqların özlərini hər gün nə dərəcədə təhlükəsiz hiss etmələrinə birbaşa təsir edir. Gəlin PISA-nın son hesabatına baxaq, orada miqyas daha aydın görünür. PISA-nın 2022-ci il hesabatı açığı vəziyyətin nə qədər narahat edici olduğunu göstərir. Fikir verin, şagirdlərin 23%-i sadəcə məktəbə gedərkən belə özünü təhlükəsiz hiss etmir. Sinifdə, dəhlizdə, yeməkxanada. Bu rəqəmlər beynəlxalq orta göstəricidən xeyli yüksəkdir və bu həqiqətən də ciddi bir siqnaldır. Yaxşı, bu problemi həll etmək üçün gəlin əvvəlcə aydınlaşdıraq. Biz ümumiyyətlə nədən danışırıq? Bullying nə deməkdir? Çünki bilirsiniz, bullying adi bir uşaq davası deyil. Yəni, bir dəfə dalaşmaq başqa şeydir, bullying isə tamamilə fərqli bir məsələdir və onun özünə məxsus xüsusiyyətlər var. Baxın, bullyingin 3 açar sözü var. Birincisi, bu qəsdən edilir. İkincisi, təkrarlanır. Yəni, bir dəfə olub bitmir. Və üçüncüsü, ən vacibi, tərəflər arasında bir güc fərqi var. Məhz bu 3 amil onu adi mübahisədən ayırır. Və bu bullying fərqli formalarda qarşımıza çıxa bilir. Hesabatda 4 əsas növü vurğulanır. Bildiyimiz fiziki zorakılıqdan tutmuş, onlayn dünyadakı o görünməz, amma bir o qədər də yaralayıcı kiberbullyingə qədər. Yaxşı, bullyingin nə olduğunu və növlərini anladıq. Amma bəlkə də ən vacib sual budur. Niyə? Uşaqlar niyə bir-birinə qarşı belə davranır? Gəlin kök səbəblərə inək. Çünki həll yolu məhz oradan başlayır. Ən maraqlısı oldu ki, şagirdlərin özlərindən soruşanda cavabları çox diqqət çəkicidir. Onlar deyirlər ki, bullying əsəbilikdən, paxıllıqdan və ya kiminsə öz gücünü göstərmək istəyindən yaranır. Yəni görürsünüz, problemin kökündə dərin psixoloji məqamlar var. Mütəxəssislər də şagirdlərin bu fikirlərini təsdiqləyir və daha da dərinə gedirlər. Onlar deyir ki, bu tək bir səbəbdən olmur. Həm fərdin öz xüsusiyyətləri, məsələn, empatiya əskilliyi, həm böyüdüyü ailə mühiti, həm də ətrafdakı sosial təzyiqlər, hamısı bir-birinə bağlıdır. Və bu davranışların nəticələri heç də müvəqqəti olmur. Bullying həm qurbanın, həm də bullyingi edənin həyatında dərin, qalıcı izlər buraxır. Bax, bu cədvəl çox aydın göstərir ki, bu hekayədə qalib yoxdur. Bir tərəfdə qurbanlar depressiya, təhsildə geriləmə yaşayır, digər tərəfdə isə bullying edənlərin özləri gələcəkdə daha ciddi problemlərlə, hətta cinayətə meyilliliklə üzləşə bilirlər. Şagirdlərin özlərindən soruşanda isə nəticələr daha da aydın olur. Ən çox qeyd etdikləri təsir nədir bilirsinizmi? Sosial zərər. Dostlarını itirirlər, təcrid olunurlar və təbii ki, bu birbaşa onların təhsilinə, məktəbə getmək həvəsinə də zərbə vurur. Bütün bu ağır mənzərəyə baxmayaraq bir yaxşı xəbər var. Bu problem həll edilə bilər. Amma bu tək bir adamın və ya qurumun işi deyil. Hamımızın birlikdə əlaqəli şəkildə hərəkət etməyimiz şərtdir. İrəliyə doğru yol əslində uşaqlarımızın ətrafında bir növ qoruyucu qalxan yaratmaqdır və bu qalxanın təməli evlərimizdə və məktəblərimizdə qoyulur. Hesabat bizə çox aydın 3 hissədən ibarət bir həll yolu təklif edir. Bu, ailələri, məktəbləri və bütövlükdə cəmiyyəti əhatə edən bir strategiyadır. Ailələr üçün açar məqam nədir? Evdə doğru davranış modelini göstərmək, uşaqlarla açıq danışmaq, onların dərdini dinləmək və problemin ilk siqnalında dərhal məktəblə əlaqə qurmaq. Yəni, uşağın özünü güvəndə hiss etdiyi bir mühit yaratmaq. Məktəblərə gəlincə, burada söhbət təkcə cəzalandırmadan getmir. Əsas məsələ problemin qarşısını almaqdır. Bu da necə olur? Aydın qaydalarla, bütün iş cəhətinin təlimləndirilməsi ilə və şagirdlərin bir-birinə dəstək olduğu pozitiv bir mühit yaratmaqla. Və burada çox ümidverici bir məqam var. Sorğu göstərir ki, uşaqların yarıdan çoxu kömək üçün ya valideyninə, ya da müəlliminə müraciət edir. Bu nə deməkdir? Bu o deməkdir ki, uşaqlar danışmağa hazırdır. Bizim üzərimizə düşən isə onları dinləmək və bu dəstək mexanizmlərini daha da gücləndirməkdir. Sonda hesabat bizi bir sualla baş-başa qoyur. Bullying, bilirsiniz, sükutdan güc alır. Bu sükutu pozmaq, uşaqlarımız üçün daha təhlükəsiz bir gələcək qurmaq hamımızın borcudur. Bəs siz bu sükutu qırmaq üçün nə edəcəksiniz?